Axşamınız xeyir olsun. Ara bir valla bilmirsən güləsən, bilmirsən ağlayasan. Bir nava buna baxın. Bu hamay uzağa başı 20 il tikilib də, çox olmaz. Ondan çox olmaz. Bədbaxt hadisə. Kişi yolla gedir evinə, eşiyinə. Küləyə görə yuxarıdan bir dənə başına daş düşür. Bilmirəm valla bu necə şeydir. Bu bina rəhmətli Hacı Zeynalabdin Tağıyev tikən binadır. 1895-də başlayıb tikilməyə, 1896-da bu bina tikilib qutarıb. Hələ indiyə kimi bir dənə daş düşməyib. Necə olan şeydir bu? Bu da Allah qəni-qəni rəhmət eləsin, torpağı nurla dolsun hamısının Murtuza Muxtarov tikdiyi binadır. İndiyə kimi də Dvorets Praqası Çitaniya, Centralni. Bu nətər olur? Bu da indiyə kimi dayanıb, bir çöp də dəyişilməyib. Bunları qoyduq bir qırağa, bunları qoyduq bir qırağa. Bəs bu qız qalası neçə əsrlər dayanıb, bir dənə daş düşməyib üstündən. Həmçinin bu bina Musa Ağayev tikdiyi binadır. Bu da İnqilabdan qabaq tikilmiş binaların biridir. Bu da bir bina. O vaxtı çemzavod işləmirdi. Nanotexnologiya yox idi. Kişilər tikirdi də, indiyə kimi binalar dayanıb, bir çöp düşmür üstündən, bir daş düşmür. Bu necə olan şeydir? Bu bina da məşhur binadır Azərbaycanda. Bunu da hamı bilir, hamı görür. Ya burada keyfiyyət söhbəti var. Ya da ki, bunun prorabıdır, nə bilim, podratçısıdır. Yiyib dağıdıblar. O bir yaxşı anekdot var idi, bina uçmuşdu ya statistikanın yanında. Məhkəmə gedir, deyirlər ki, armatur, sənsən təqsirkar. Deyirəm, mən getdim standartla, dəmirəm də, mən neynəmişəm? Neçə dənə palojində o qədər qoyublar. Qum, mən deyir, burada nə təqsirim var? Aşot, bir şeyə baxayım. Mənim nə təqsirim var, deyir, mən qumam da. Kimi dindirirlər o şimdi, kubik deyir, mən də Qaradağdan gəlmişəm, mənə tikib, betondur həmçini. Axı da deyirlər ki, çementidir təqsir. Deyir, yalan söz bizə nəhlət, mən heç orada olmuşam ki, sağ olun.